Bax, bura Sarayeva küçəsidir, Əhməddir. Ayna ilə bağlı mənim bir dənə şikayətim var. Əziyyət verirlər insanlara. Bax, düz burada avtomobili saxlamışam. Düz qarşı tərəfindəki bu kodlanmanı yığmışam. Bax, gördünüz, bu kodlaşmanı yığmışam. Yaxınlarda da birisi ki, ayın birindən də qərar verildi ki, bir neçə küçələrin hamısını birləşdirdilər. Bir neçə küçələrin hamısını birləşdirdilər ki, hamı üçün rahatçılıq olsun da burada. Artıq gedib daha hardansa nömrəni 5 metrdən bir dəyişməyəsən. Gəldik, düşdük burada mağazadan alışverişimizi elədik. Mən nə etməliyəm indi qanunlar? Gedirik növbəti, uşaq da çiynimdə, körpə uşaq da qucağımızda. Gedirik, görək, harada var bu axırıncı dəfə yəni bu qüvvədə olan nişan, gedirik ona baxaq. Görək hardadır. Bax, gedib ona baxıb gəlməliyik. Və yaxınlarda bu qərar verildi. Sarayev küçəsi başdan başa, Sarayev küçəsinin ozu 300-400 metrdir, düzdür? Bu nəyə görə bir nömrə üzərindən vurulmur? Görün haradadır, gedirik də. Mən 2 dənə uşaq əlimdə sürüyə-sürüyə, bax, belənçinə getməliyəm. Gedirik, baxaq da. Görün haradadır. Gör, mən gedib nə qədər əziyyət çəkməliyəm ki, bu parkinqə özdə istifadə ediləmişəm. Ha, parkinqinlə vurmuşam, pulunu da çıxıb. İndi aynanın qaynar xəttinə zəng vururam 141-ə. Deyir, bizdən heç bir əlaqəsi yoxdur. Deyirəm, axı, yaxın günlərdə belə bir birləşdirmə ilə bağlı sizin qərarınız var axı. Deyir, xeyr, ora qüvvədə deyil. Gör, mən indi 3-4 dənə uşaq əlində gəlməlisən, neynəməlisən. Mən bu geridə olan, bax, parklanma nişanı da, lövhəsi də, gör, hardadır. Baxın, bax, bura qədər gəlməli idim ki, uşağı sürüyə-sürüyə gətirməliydim ki, bura. Bu parklanma nişanını burada mən görəm. Ondan sonra gedən vuram ora. Yaxşı, sənə pul lazımdır, düzdür? 70 qəpik pul lazımdır. Haramın olsun. Verdim. Və nə istəyirsən, yaxşı. Mən bu boyda məsafəni gəlməliyəm. Buradan görməliyəm ki, bura neçədir? Bura 948 imiş, sən demə. Gəlib bu 948 seçim eləməliyəm ki, 70 qəpiyi buna verəm. Bu da haramınız olsun. Vermişəmsə haramınız olsun. Mən bir də yenidən qayıtmalıyam avtomobilin yanına. Gedirəm avtomobilin yanına. Baxın, gör nə qədər bu ayna insanlara əziyyət verir. Gör, 70 qəpiyimi alırsan, saatı 70 qəpikdən alırsan, haramın olsun. Amma bu qədər insanlara əziyyət vermə axı. Mənim üçün nə fərq var, sənin üçün nə fərq var, 948 olsun və yaxud da ki 015 olsun. Sən pulunu alırsan da, düzdür. Və yaxınlarda da qərar verdiniz ki, asanlaşdırdıq, artıq hər kəs üçün asan bir təşrif şey oldu ki, asanlıq yaransın. Mən nəyə görə bu boyda əziyyəti çəkib gedib avtomobilin yanında durub yenidən nömrəni vurmalıyam? Bax, gör nə qədər. Hələ o birisi lövhəyə çatmaq üçün mən əlimdə 2 dənə uşaqla sürüyə-sürüyə gəlib onu görüb getməli idim. Yəni bu qədər boş yerləri hamısını əldə elədiniz. Yenə də, bax, aldığınız pulda yenə də deyirəm, dünənki pulu haram xoşunuz olsun deyirəm. Gəlib burada saxlamalıyam, ondan sonra gedib orada baxıb gəlməli idim. Necədir sizin üçün? Belə olar? Bax, burada saxlamışam avtomobili, burada saxlamışam. 5 metr məsafə ilə, bax, düz burada saxlamışam, bax, 5 metrədə budur. Bundan yana ayna mənə 20 manat cərimə yazıbdır. Zəng yerində 141 qaynar xətlərinə deyir, düz eləyib yazılıbdır. Deyirsən, durubsan orada 70 qəpik bir saata pul veribsən, durduğumuz yerdə 20 manat qazanc əldə eləyirlər da. Haram xoşunuz olsun, əziyyət verin bu insanlara. Görək axırı nə olacaq.